Qəribədir, nə vaxtsa desəydilər inanmazdıq. Elə yenə də inanmırıq, amma məcburiyyətindəyik. Bunu həyatın qayəsi hesab edənlər də var. Azərbaycanda bəzi qadınlar əkiz övlad dünyaya gətirmək üçün bir qrup dərmanın kömək etmək gücündə olduğunu düşünüb, istifadəsindən də çəkinmirlər. Nə dərəcədə realdır? Demək çətindir, hər halda təhlükəli tərəfi də az deyil. Birdən-birə 2 dənə, 3 dənə övlad sahibi olmaq istəyər. Amma bu gedib bazardan 3 kilo almaq deyil. Yəni çünki hər bir xanımın uşaqlığının müəyyən bir ölçü vahidi var. Bir dölü axıra qədər daşıma ehtimalı 90%-dir. 10% itirmək ehtimalı var. Əkizlərdə isə bu daşıma ehtimalı 70%, yəni 2. Bilə-bilə biz 30% qədər endirmiş oluruq əgər əkiz istəyirsə ailə. Və 3 dənə döl olarsa uşaqlığın içində bunun axıra başa çatma ehtimalı 30%-dir. Yəni normal riskimizi biz niyə artırırıq ki, tək döl normal fiziolojik olaraq hamiləlik sayılır. Amma təəssüf ki, bugün bəzi valideynlər buna əməl etmir. Əkiz və ya üçəm arzusunda olanlar müxtəlif dərman və iynələrdən istifadə etməklə bir neçə dölün yaranmasına şərait yaradırlar. Sadəcə bir il evli olub, amma uşağı olmayan insanlar araşdırılır, səbəb axtarılır, tapılır. Əgər yumurtlama ilə əlaqəli səbəb varsa, onda o dərmanlar verilir. O dərmanlar verildiyində əkiz və yaxud da 3, 4 və daha çox döl olma ehtimalı artır. Elə əkiz övlad istəyirəm deyib bu dərmanları qəbul etmək qadın üçün çox təhlükəlidir. Ən təhlükəli isə lazım olduğu halda bu cür dərmanların miqdarını müəyyənləşdirəcək həkimlərin səhvə yol verməsidir. Qeyri-peşəkar həkimin səhv müalicəsi isə sonda ölümə gətirib çıxara bilər. Dərmanların təəssüf ki, bəziləri çox yüksək doza ilə istifadə olunduğunda nəinki belə çox hamiləliklərə, yəni çox döllü hamiləliklərə rast gəlinə bilər. Hətta xanımın özünə, sağlamlığına çox zərərli ola bilər. Yumurtalıqlar təxminən 15-20, hətta 25 santimetrə qədər böyüyə bilər bu iynələr vasitəsilə. Və böyüdükdən sonra bədəndəki olan bütün maye qarın boşluğuna, ağciyərə və ürək ətrafına yığıla bilər. Və müalicə göstərilməzsə, hətta o xəstəni itirmək ehtimalı da ola bilər. Onu qeyd etmək lazımdır ki, bu dərman və iynə vasitələri hər insan üçün xüsusi olaraq təyin olunur. Və bu dərman iynələri xüsusi məktəbi keçmiş, bu işi bilən mütəxəssislər sadəcə edə bilər. Ginekoloq bildirdi ki, süni mayalama ilə məşğul olan peşəkar həkimlərin azlığı da əsas problemlərdəndir. Yəni peşəkar həkim hər əkiz və ya üçəm istəyən anaya bu dərmanı verməz. Dərmanın qiymətinə gəlincə dozadan asılı olaraq bir dərmanın qiyməti 300 manatdan başlayır. Ayten Əhmədova, Ramiz Şahbazov, ATV Xəbər.